Photoshopda maraqlı transformasiya funksiyalarından olan, transform funksiyalarından olan Warp-la tanış olaq. Warp nədir, onu harda istifadə edə bilərik? Bugünkü dərsdən sonra bu sizə tam aydın olacaq. Tutaq ki, belə bir şəkil götürmüşük, yenə Unsplash-dən götürülüb. Əgər şəklin Unsplash-dən götürüldüyünü bilmək istəyirsinizsə, əgər adı dəyişilməyibsə, şəklin adına fikir verin, orada həmişə Unsplash sözü olacaq. Bu bilgini də niyə verdim bilmirəm. Şəkil götürülüb və mən bunu transform eləmək istəyirəm. İlk olaraq onu kiliddən xilas eləmək lazımdır. Götürək bunu kiçildək. Artıq sadə transformasiya əməliyyatını bilirik. Ctrl+T, transform markerləri şəklin ətrafında aktiv oldu. Götürüb böyüdüb balacalaşdıra bilərik. Belə asimetrik bir tərəfə doğru balacalaşmasın deyə yaxşı olar ki, Alt düyməsini basıb saxlayıb böyüdüb balacalaşdırasınız ki, sanki bir mərkəzə doğru şəkil böyüsün və ya balacalaşsın. Şəkili tutaq ki, bu şəkildə balacalaşdıraq. Niyə balacalaşdırdım? İndi sizə aydın olacaq. Sonda da təbii ki, Enter basmaq yaddan çıxmasın. Warp. Ctrl+T eləyək, sağ düymə bizim burada ayrıca görürsünüz. Ayrıca bir dənə kateqoriyadır bu. Warp. Warp deyən kimi avtomatik şəklin üstündə belə bizim o 3:1 qaydasını xatırladan şəbəkə əmələ gəlir. Şəbəkə yaranır şəklin üzərində. Bu nə deməkdir? Şəkli biz artıq, baxın, sərbəst şəkildə müəyyən sanki deformasiya eləyirmiş kimi şəkili götürüb transformasiya eləyə bilirik. Sanki bir bayraq olacaq bu. Tısbağa, suda üzən tısbağa formasında bayraq nə üçünsə. Yəni belə bir görüntü almaq lazımdırsa və sonra bu təsviri həmin o dalğalanan bayrağın üzərinə atmaq lazımdırsa, məsələn, burada biz Warp-dan istifadə edə bilərik. Əgər bu şəklin başına mənasız oyunlar gətirdiysə, bunu ləğv eləmək üçün 3 saat Ctrl+Z-ə basıb saxlamaq lazım deyil. Warp-ın option barda Warp-ın funksiyalarının ən sonunda yerləşən, sonuncudan birinci daha doğrusu, əvvəlki bu ikonkanı tıklamaq kifayətdir ki, bütün o dəyişikliklər öz qüvvəsini itirsin. Ctrl+T sağ düymə Warp-ı basdıqdan sonra, yəni biz sərbəst bu şəkildə transformasiya eləyə bilirik, geri qayıdaq. Eyni zamanda müəyyən bir şablonlar əsasında bəlkə də daha məntiqli Warp əməliyyatları həyata keçirə bilərik. Option barda, dinamik kontrol panelində bizim Warp-ın böyük bir siyahısı var. Hansı ki, fərqli şablonlar əsasında şəklə müəyyən forma verməyə çalışacaq. Arc bölməsi adı üzərində şəkli arc formasında transform eləyir. Bu markerlə biz bunu böyüdüb, balacalaşdırıb və ya tutaq ki, əks istiqamətə çevirə bilərik. Və əgər dəyişikliyi zamanı fikir verdisə, yuxarıda bu bendin əyilmə parametrləri dəyişilir və əsas parametr də zaten budur. 25 oval formasında oldu. Amma mənfi 25 eləsək, oval deyəndə ki, arka formasında oldu. Mənfidə isə bu arka aşağı doğru olacaq. Yəni praktikada demək olar ki, istifadə eləmirik bu tipli konkret rəqəmlərlə Warp funksiyasını. Biz daha çox manual əllə istədiyimiz görüntünü veririk və ya bu şablonlardan hansısa belə bayrağın özü olsun, lazım olarsa bəlkə onlardan istifadə edə bilərik nadir hallarda. Bizim burada əslində kifayət qədər daha məşhur bir Warp alətimiz var ki, silindir. Bu başına ayrıca bir mövzudur. İrəlidə fərqli dərslərdə bu ilə bağlı müzakirələrimizi apararıq. Bu təbii ki, istənilən transformda olduğu kimi Warp əməliyyatını təsdiqləmək istəyiriksə, bu check marka tıklamaq və ya Enter-i basmaq kifayət eləyəcək. Move tool-u götürdü ya da ki, Move tool-u götürmək kifayət eləyəcək. Ctrl+T sağ düymə Warp. Əgər Warp-la bağlı hansısa əməliyyatlar aparmışıqsa, bunu resetləmək, geri qaytarmaq istəyirsə əvvəlki görüntüyə, bu geri qayıdan, yəni resetləmə funksiyasını, daha doğrusu ikonunu basmaq kifayət eləyəcək. Warp-ı ümumiyyətlə setkanı söndürüb yandırmaq üçün də bu funksiyadan istifadə edə bilərsiniz. Daha doğrusu bu ikondan istifadə edə bilərsiniz. Warp-ın şablonları ilə bağlı bu əsasən gəlin sadəcə maraq üçün digər funksiyalara da baxaq. Bu əslində artıq bayraq görüntüsü almış bir şəkilə başqa bir Warp formasını verdi ki, bu da mənasız bir görüntü almış olacaq. Gəlin yığışdıraq və bizim history-dən də ümumiyyətlə geri qayıdaq, heç bir Warp olmasın. Çünki bu halda baxmamız daha doğru olar. Ctrl+T sağ düymə Warp. Gəlin sürətlə bir-iki nümunəyə baxaq. Məsələn, Shell Lover. Aşağısı belə geniş şəkildə çanaq formasında. Təbii ki, bunu biz mənfiyə doğru da dəyişə bilərik. Praktikada çox da istifadə eləmədiyimiz açığın deyim ki, bir funksiyadır. Amma bunu praktikada başqa bir yerdə istifadə edə bilərik. Yəni indi onunla tanış olaq. Şəklin orijinalına qayıdaq. Təbii ki, bunu yığışdırmaq şərti ilə. Şəklin orijinalına qayıdaq.
Hətta bəlkə lap əvvələ qayıdaq. Şəkil kilitdədir, onu kilitdən çıxartdıq. Ctrl+C bu şəkli kopyaladıq. Daha əvvəldən əlimdə hazır olan belə bir görüntü var. Düşünün, müştəri sizə deyib ki, bu əyri TV-nin ekranına bu şəkili oturtturmaq lazımdır. Bundan əvvəlki dərsdə biz düz formalı posteri divara oturtturmağa çalışmışdıqsa, bu dəfə biraz işimiz çətinləşəcək. Kopyaladıq, gəldik bura və Ctrl+V elədik. O şəkil bura gəldi. İndi bunu balacalaşdırıb və o TV-nin üstünə oturtturmağa çalışaq. Ctrl+T, sadəcə balacalaşdıraq. Bir küncü aparaq, oturtduraq bura. Yaxından baxmalıyıq ki, ideal ora oturdu yoxsa yox. Ctrl+-la yaxınlaşdırıram, probeli basıb saxlayıb kənara doğru hərəkət etdirirəm. Biraz da yaxınlaşdıraq və ideal çalışıb mümkün qədər səliqəli aşağı küncə oturtduraq. Probeli space barı basıb biraz hərəkət etdirək yuxarı. Şəklimizi hələlik ki, biraz böyüdək. Bu yaxşı bir yol olmadı, gördünüz? Mən şəkil nə qədər böyüyür, hara böyüyür onu görə bilmirəm. Ona görə çox zoomlamaq da bəzən işə yaramaya bilər. Elə formada saxlayaq ki, biz ən azından şəklimizi və televizorun kənarlarını görək. Və böyüdüb balacalaşdıraq. Biz böyüdüb Ctrl+Z eləyim hələlik. Böyüdüb balacalaşdıranda proporsional böyüyüb balacalaşdığı üçün bu kənara verdiyimiz bu nöqtə biraz sonra qatmış olacaq. Bunun qarşısını almaq üçün Shift-i basıb saxlayıb sadəcə yuxarı doğru böyüdək. Probeli basıb saxlayıb aşağı sağa çəkək. Shift-lə bir yerdə böyüdək. Əslində bu şəkildə tərəfləri böyütməyə heç bəlkə də ehtiyac yoxdur. Perspektivi necə oturtturmaq lazımdırsa biz artıq onu bilirik. Ctrl-u basıb saxlayıb bu küncü götürüb bura yaxınlaşdıra bilərik. Eyni qaydada gəlin bu dəfə artıq yaxınlaşdıraq bura. Ctrl küncü götürdük, yaxınlaşdırdıq bura və son olaraq gəlin aşağını da oturtduraq. Ctrl və aşağı künc hazırdır. Uzaqdan baxaq. Hər şey əladır. Bir tək çatışmazlığı var. Gəlin Enter-i basaq. O da nədir? Bizim TV-miz əyridir. Şəkil düz bucaqlı. Warp-ı bax biz bunu istifadə edə bilərik. Ctrl+T, sağ düymə, Warp. Biraz yaxından baxaq görüntüyə və ehtiyatla çəkək bu hissəni. Təbii ki, bunun arasında fərqliliklər ola bilər. Biz konkret ayrıca oxlarla hər tərəfi daha fərqli formada əyə bilərik. Ümumiyyətlə bu tipli mock-uplamada bir görüntünü hansısa bir şablon üzərinə oturtdurmada ancaq Warp və ya Transformla işimiz çox vaxt bitmir. Orada əlavə maskalamaq, kənarları kəsmək işləri də olacaq ki, irəlidə barəsindən danışacağıq və son olaraq gəlin bu hissəni də ehtiyatla mümkün qədər səliqə ilə oturtduraq. Ümumən ciddi, radikal bir problem görmürük. Enter basıb işi hələlik ki tamamlamaq olar. Uzaqdan baxaq. Əvvəlki nisbətlərdə, daha doğrusu əyrilikdə təsvirim televizorun üstünə, TV-nin üstünə oturmuş oldu. Warp-ı gündəlik iş prosesimizdə praktikada necə istifadə etmək olar, onunla tanış olduq. Siz də hansısa bir bayrağı və ya təsviri götürüb dalğalandırıb hansısa bir bayraq şablonunun üzərinə oturtdura bilərsiniz və eyni mənim etdiyim kimi istənilən bir təsviri götürün. Curve əyri TV-nin üzərinə oturtdurun. Warp-ı bunun üçün tətbiq edin. Eyni zamanda keçən dəfəki dərsdən öyrəndiyimiz perspektiv transformasiyanı da burada tətbiq edin. Bu transformasiya funksiyaları, transform alətləri yaddaşınızda dərinləşmiş olsun. Növbəti dərsdə görüşənə qədər.